Xoş gördük əziz şagirdlərim, əziz tələbələr, məktəblilər və abituriyent tələbələri. Bugünkü dərsimiz əməliyyat sistemindən bağlı praktik hissə olacaq. Və mən çalışacağam ki, sizin o deyirik, beyninizin götürəcəyi qədər keyfiyyətli bir şəkildə sizi yormadan informasiyaları sizə çatdırım. Gördüyünüz kimi hal-hazırda siz deməli, desktopu görürsünüz. Desktop nə deməkdir uşaqlar? İş masası deməkdir. Bu iş masasının deməli adı nə oldu? Desktop oldu. Bax, burada uşaqlar bu pəncərəyə, bax, pəncərə deyəndə, bax, bu zolağa, ağ zolağa tapşırıqlar paneli deyirlər. Həmçinin taskbar da adlanır bu hissə. Bu hissə, bax, bu oxu qoyduğum yerdən sağ tərəfə bildirişlər sahəsidir. Hansı ki, burada saat olur. Ondan sonra bax, görürsünüz ki, məsəl üçün, kompüterin dilini dəyişmək, tarix və səs, internet, zaryadkası nə qədərdir, kompüterin, yəni enerjisi nə qədərdir. Bunlar burada görsənir. Bəs bunlar nədir uşaqlar? Yəni ki, məsələn, Google olsun və yaxud WhatsApp olsun və s. bu proqramları tapşırıqlar panelinə bərkitmişəm ki, tez, yəni burada üzərinə tıklayın və daxil olun. Əlbəttə, mən bunlar barəsində dərsin başqa bir gedişatında başa salacağım. Bugün məqsədim başqa bir şeylər öyrətməkdir sizə. Deməli, uşaqlar, bax, bu düyməni görürsünüzmü? Bu isə start düyməsidir, yəni başlat düyməsidir. Bax, biz bunu tıklayanda görürsünüz ki, bir çox yerlərə gedib çıxırıq və görürsünüz. Biz start düyməsindən axtara bilərik. Daha doğrusu bu startı axtarışı buradan edə bilərik. Məsələn, tutaq ki, mənə Google proqramı lazımdır. Gördünüz, yazan kimi gəldi. Aç düyməsini vursam, Google proqramı açılacaq. Gəlin baxaq. Biz nə öyrəndik? Bu, ekranda gördüyümüz iş masasıdır. Bu ağ hissə tapşırıqlar paneli adlanır. Bunun ikinci adı taskbardır. Əla. Bildirişlər sahəsi haradadır uşaqlar? Yuxarıdadırmı? Sağ tərəfdədirmi? Yoxsa sol tərəfdədirmi? Əlbəttə ki, sağ tərəfdədir. Sonra burada deməli Windows əməliyyat sisteminin 3 dənə komponenti var. Bunun biri desktop, yəni iş masası, taskbar, yəni tapşırıqlar paneli, üzərində qovluqların, proqramların simgələri biz yapışdıra bilirik tez daxil olmamız üçün. Eyni zamanda üçüncü komponenti start düyməsidir, yəni başlat düyməsidir. Buna ingilis dilində start deyirlər, Azərbaycan dilində başlat deyirlər. Tutaq ki, mənə Google proqramı lazımdır. Gəlirəm, bax, bu lupanın üzərinə vururam. Burada Google yazsam və Q yazan kimi gələcək. Aç eləsəm, bu daxil olacaq Google proqramı. Əməliyyat sisteminin neçə dənə, Windows əməliyyat sisteminin neçə dənə komponenti var? 3 dənə. Hansılardır? İş masası, yəni desktop, tapşırıqlar paneli və başlat menyusu. Məktəbli şagirdlər bunu qayda dəftərinizə yaza bilərsiniz. Davam edək. Uşaqlar, bəs bu iş masasındakı bu gördüklərimiz nələrdir? Bunlar simgələrdir və yaxud piktoqram deyirik bunlara. Uşaqlar, indi mən sağ düyməni vururam, sırala düyməsini ad elədim. Gördüyünüz kimi, bax, burada 1, 2, 3, 4, 5, bunlar 5 dənə olanlar uşaqlar xüsusi qovluqlardır. Xüsusi qovluqlardır. Bir də var istifadəçi qovluqlar. İstifadəçi qovluqları, məsələn, sarı rəngdə olanlar istifadəçi qovluğudur. Lakin bu 5 dənəsi isə xüsusi qovluqlardır. Tutaq ki, mən istəmirəm ki, My Computer xüsusi qovluğu ekranda olmasın. İstəyirəm ki, olmasın da bunu. Bu zaman mən nə etməliyəm? İş masasında mausun sağ düyməsini vururam. Açılan bu pəncərə kontekst menyudur. Buradan fərdiləşdir düyməsini vururam. Gəlirəm Teams edirəm və gəlirəm burada uşaqlar. Desktop ikons var. Bunu tıklayım. Bunu tıklayanda
İş masası piktoqramlarının parametri adlı bir pəncərə açılır. Gəlirəm My Computer, görürsünüz, bax, üstündən qalçıqanı götürürəm, OK edirəm. Bükürəm pəncərəni. Gördüyünüz kimi burada My Computer yoxdur. Bu My Computer deyil uşaqlar, bu şəbəkədir. İndi tutaq ki, mən My Computeri geri qaytarmaq istəyirəm, fərdiləşdirib vururam, Teams edirəm və Desktop icons edirəm, My Computerin qarşısına qalçıqa qoyuram və OK edirəm. Baxaq, My Computer gəldi. Yəni bu kompüter. İngiliscə də bilməz. Sırala düyməsini vurdum, add elədim. Aha, gördünüz. Ardıcıl düzüldü. Əla. Dəftərinizə yaza bilərsiniz ki, 5 dənə istifadəçi deyil də sistem qovluqları vardır. Adları isə bunlardır. Əziz məktəbli şagirdlər, 10-cu sinif uşaqlar öz ixtiyarınıza qoyuram. Hə, amma 10-cu sinifdən aşağı şagirdlər zəhmət olmasa qayda dəftərinizdə bunu qeyd edin ki, deməli, sistem qovluqlar iki yerə bölünür, sistem qovluqları və istifadəçi qovluqlar. İstifadəçi qovluqlar sarı rəngdə olur, sistem qovluqları isə xüsusi işarələr olur. Adları isə bunlardır: idarəetmə paneli, səbət, şəbəkə, bu kompüter, yəni My Computer və Unisoft. Unisoft istifadəçi deməkdir uşaqlar. Sonra qayda yazın ki, istifadəçi qovluqların, daha doğrusu sistem qovluqlarını iş masasından silmək olarmı? Bəli, başa saldım. Necə silirik bunu? Yazırsınız. Necə silirik bunu? Cavabı yazırsınız. Kompüterin kontekst menyusundan fərdiləşdir düyməsini vururuq. Sonra ox qoyun Teams yazın. Sonra ox qoyun Desktop icons yazın. Piktoqramı, qalıcıqanı götürürük. OK vururuq. Bu dediyim cümləni yaza bilərsiniz uşaqlar. Dərs zamanı yarışda bundan istifadə edəcəm. Bunlardan suallar yönəldəcəm sizə. Əla. Uşaqlar, bəs bu yerdən biz başqa nə edə bilərik? Sizə gəlin göstərim. Biz bu piktoqramı dəyiş bölümündən eyni zamanda, məsələn, istəyirəm ki, səbət qovluğunun piktoqramı dəyişə bilərəm. Gəlin görək nə qoya bilərəm zibil qutusu olaraq. Gəlin baxaq. Münasib zibil qutusu var mı? Mənim gözüm görmür hal-hazırda. Yəni, burada mən hansı işarəni uşaqları tıklasam, zibil qutusu çönü belə olacaq. Bax, bunu qoya bilərik. Gəlin, bunu zibil qutusu eləyik. X elədik. Proqramı dəyiş, OK elədik. Gəlin, baxaq. Baxın, zibil qutusu dəyişdi, X oldu. İstəyirsiniz, lap başqa bir işarə qoyaq. Gəlirəm, burada sağ düyməni vururam, fərdiləşdir. Teams, Desktop icons. Seçirəm zibil qutusunu. Gəlin zibil qutusunun yerinə uşaqlar. Gəlin, bax, bu X-i vuraq. OK edək. Gördünüz, X oldu. OK edirəm. Gördüyünüz kimi səbət X, bax, bu işarəni aldım. Sual yaza bilərsiniz. Sistem qovluqlarının piktoqramını dəyişmək olarmı? Bəli. Cavab bəlidir. Uşaqlar, bu 5 dənə sistem qovluqlarından var olan idarə etmə panelinin uşaqlar nə piktoqramı dəyişmək olunur, nə də onu ekrandan ləğv etmək olmayacaq. Baxın, sağ düyməni vururam, fərdiləşdir. Teams. Baxın uşaqlar, burada kontrol panel yoxdur. Daha doğrusu kontrol panelinin işarəsini dəyişmək olmur. Amma onu ekrandan götürə bilərsiniz. Bax, bu dəqiqə mən bunu götürsəm, OK eləsəm, kontrol panel silinəcək. Onda belə bir sual yaza bilərsiniz. İstifadəçi yox. Sistem qovluqlarından nəyin piktoqramını dəyişmək olmur? Cavab idarəetmə panelidir.
Sual. İdarəetmə panelinin ikinci adı nədir? Kontrol paneli. Bax belə. İdarəetmə panelini iş masasından silmək olarmı? Bəli. Gəlin bunu dəyişək, normal qoyaq. Gəlin bunu qoyaq. Baxın, zibil qutusu dəyişdi. Əla. Uşaqlar, kompüter format olunanda sistem qovluqlarından sadəcə zibil qutusu ekranda olur. Bunu da biləsiniz. Başqa bir informasiya. Kompüterdə yeni qovluq yaratmaq üçün iş masasında sağ düyməni vururuq. Uşaqlar, bir dəqiqə. Aha. Deməli, uşaqlar, sağ düyməni vururuq. Burada yeni bir söz var. Onu tıklayırıq və qovluq. Gördünüz, yarandı. Məsələn, bura bir G qovluğu yazıram. Aha. Uşaqlar, bu qovluğu eyni zamanda qısa yolunu yaradaq. Üzərində sağ düyməni vururuq, qısa yol yaradılır. Aha. Baxın uşaqlar, bununla bunun fərqi nədir? Burada ox işarəsi var. Ox o deməkdir ki, bu qovluğun qısa yoludur. Bu nə deməkdir? Qısa yol bizə nəyə xidmət edir? Bilirsinizmi uşaqlar? Biri var, mənim qovluğum 5 dənə qovluğun içindədir. Ona gedib çatmaq üçün 5 dənə addım atmalıyam. Bu biraz uzun çəkən prosesdir axı. Biri də var ki, mən qısa yolunu gətirib iş masasına qoyuram və onun üzərinə vuran kimi, bir dəfə tıkılayan kimi 5 addım atmamış resursuma daxil ola bilirəm. Yəni qovluğuma daxil ola bilirəm. Yəni qısa yolun bizə köməyi budur. Uşaqlar, belə bir sual verirlər, daha doğrusu kitabda belə bir sual var ki, məsələn, mən qısa yolu silmək istəyirəm, seçirəm, seçdim, düzdür. Buradan sil düyməsini vursam, bu silinəcək. Və yaxud seçəndən sonra klaviaturadan delete, bunu seçmək üçün uşaqlar, sağ, baxın, əgər mən bunu baxın, təzən deyirəm, mausu gətirib sağ düyməni vursam, vurdum sağ düyməni, bunu eləsəm silinəcək. Bəs klaviaturadan silmək üçün nə etməliyəm? Üstünə gəlirəm, mausun sol düyməsini vururam. Bir dəfə vurdum və delete düyməsini vururam. Nə oldu? Silindi. Silindi, bu hara getdi? Zibil qabına. Bunu zibil qabından qaytarmaq üçün deməli, sağ düyməni vururam, bərpa et düyməsini. Belə bir sual yaza bilərsiniz. Hara getdi bu? Və var olan obyekti siləndə bunu zibil qabından qaytarmaq olurmu? Səbətdən. Deyirsiniz, bəli. Uşaqlar, belə bir sual var. Deməli, nətər deyim bunu sizə? Var olan obyekti zibil qabına atmamış, ümumiyyətlə kompüterdə silmək olur. Bunun üçün nə baş verir? Seçirəm. Bunu delete etmirəm. Shift düyməsini basılı saxlaya-saxlaya delete edirəm. Bu zaman mənə belə bir pəncərə gəlir. Deyir ki, bu qısa yolu bir dəfəlik silmək istədiyinizə əminsinizmi? Mən bəli desəm, bu kompüterdən silinəcək. Artıq zibil qabında var olmayacaq uşaqlar. Və silinən bunu heç bir zaman biz geri qaytara bilmərik. Sual düşür. Verilmiş obyekti kompüterdən ümumiyyətlə silmək üçün hansı klaviatura yolundan istifadə olunur? Shift üstəgəl delete. Aydındır? Bax, bunu qayda kimi yaza bilərsiniz dəftərinizə. Belə, mən xeyir edirəm ki, silinməsin. Qısa yolla başqa bağlı bir qayda deyim ki, qısa yolun həcmi 1 kilobaytdır. Mən necə bilirəm ki, bu qısa yoldur? Çünki burada ox işarəsi var, uşaqlar. Bu da ikinci qayda. Üçüncü qayda. Qısa yolu əgər mən silsəm, qovluğa ulaşa bilirəm, o qovluğa daxil ola bilirəm. Çünki o onun orijinal versiyasıdır da. Lakin, əgər mən qovluğun özünü silsəm, bax, silirəm.
Sonra mən qısa yola daxil olmaq istəsəm, problem yaşayıram. Yəni, orijinal olan silməndə qısa yolun özünə daxil olmaq olmur, uşaqlar. Lakin qısa yol silinəndə orijinala daxil olmaq olur. Əla. Qəfildən sizə sual verirəm indi. Windows əməliyyat sisteminin neçə dənə komponenti var? 3 dənə. Desktop, yəni iş masası, taskbar, yəni məsələlər paneli də deyirlər. Bunun ikinci adı belədir. Üçüncü, start, yəni başlat menüsü. Əla. Bu 5 dənəsi istifadəçi qovluğudur, yoxsa sistem qovluğu? Sistem qovluğu, bəli. Bu sistem qovluqlarının hər birinin piktoqramı dəyişmək olarmı? Deyirsiniz ki, bəli, müəllimə, hamısını dəyişmək olar. Lakin idarəetmə panelinin piktoqramını dəyişə bilmərik. Əla. Bu sistem qovluqlarının məsələn, hamısını ekrandan silmək olarmı? Bəli. Qarşısındakı qalçıqanı götürsək, o zaman dedik ki, silmək olur. Necə daxil oluruq? Kontekst menudan Teams, Desktop icons gördünüz? Səbətin qabağından qalçıqanı götürdüm. Gəlin vəziyyətə baxaq. Səbət yoxa çıxdı. Gördünüz? Geri qaytarmaq üçün fərdiləşdir. Teams, sonra Desktop icons, səbətə oxu qoyuram. OK edirəm. Səbət hanı? Gəldi. Əla. Uşaqlar, əməliyyat sistemi dedik ki, belə deyək, kompüterdə əsas bir resursdur. Çox bir şeyə xidmət edir. Və əməliyyat sisteminin bir çox növləri var. Linux, MacOS, Android, Windows. Hal-hazırda bizim öyrəndiyimiz Windows 10 əməliyyat sistemidir. Uşaqlar, Windows 10 əməliyyat sisteminin 4 dənə elə bil ki, versiyası olur, belə deyək. Home, sonra Pro, yəni professional, var Enterprise, bir də var Education. Əgər kompüterinizin yaxşı işləməyini istəyirsinizsə, proqramçı əməliyyat sistemi yükləyəndə xahiş edin ki, əgər kompüterimin gücü çatırsa, mənə 4-cü versiyanı yüklə. Yəni, Windows Education-a yüklə. O zaman kompüteriniz daha yaxşı işləyəcək. Yox, əgər gücü çatmırsa kompüterin 3-cü növ olan Enterprise yükləsin. Bəs görək mənim kompüterimə proqramçı nə yükləyib? Biz heç nə deməmişik yükləyəndə. Görək nə yükləyib. Bunu bilmək üçün biz nə edirik? İstifadəçi qovluğu deyil də, bu sistem qovluğu olan My Computer'ın üzərinə mausu gətirirəm, sağ düyməni vururam. Burada xüsusiyyətlər bölümü var. Xüsusiyyətlər bölümünü vuranda About haqqında gəlir. Burada biz hansı informasiyaları öyrənə bilərik? Mənim kompüterimin müvəqqəti yaddaşın tutumu nə qədərdir? Prosesorun tutumu gigahertzlə ölçülür. Nə qədərdir məndə? 2,7-dən başlayır, 2,9-a qədər. RAM-ı göstərən bu, bax uşaqlar, DDR RAM-ı bildirir, yadınızda saxlayın. Gigahertz prosesorun tutumunu bildirir. Bu da uşaqlar, strogi məndə deməli SSD-dir, xarici yaddaş, ona görə belə yazılır. Bu da elə bir ki, qrafik kartı göstərir. Həmin şeylər burada da yazılır. Bəs məndə Windows-un hansı versiyasıdır? Windows Pro versiyasıdır. Yəni, başdan olan ikinci növ versiyadır. İndi mən gələn dəfə proqramçı inşallah ki, format edəsə kompüteri, deyəcəm ki, ya 3-cü halı versiyanı yükləsin, Enterprise ya da Education-ı yükləsin. Belə uşaqlar. Bugün mən sizə çalışdım ki, qısa zaman dilimində çox informasiyalar verim. Məqsədim sizi yormaq deyil. Bu, əməliyyat sistemi praktikamızın 1-ci videosudur. İnşallah 2-ci, 3-cü, 4-cü videoları da çəkib mən sizə atacağım. Məktəbli şagirdlərim, gözəl qaydanı yazırsınız, öyrənirsiniz. Dəftəri mənə göstərəcəksiniz, sizi sorğu-sual edəcəm.
Hazırlıq şagirdlərim dərsə qulaq asın, öyrənin ki, testlərdə gözəl işləyəsiniz. İndi yuxarı sinif şagirdlərinə çox qayda yazdırmıram. 10-cu sinifləri siz yaza bilərsiniz. 11-lərin zamanı yoxdur. Sadəcə kitabdan oxuyarsınız. Bu qədər uşaqlar Allah amanında, zehniniz açıq olsun.